İnşallah belə gözəl sizə də qismət olar dəyərli izləyicilər. Əvvəla hər birinizi salamlayıram. Ümid edirəm hər biriniz yaxşısınız. Dostlar, Mərdəkan deyəm. Mərdəkanda elit məhəllələrin birində belə bir gözəl bağ evi çıxıb satışa. Mən də gəldim, çəkim sizə təqdim edim. Əslində bu bağın təqdimata ehtiyacı yoxdur. Sadəcə olaraq çəkib göstərilməyə ehtiyacı var. Qısa məlumat verəcəm. Hər hansı sualınız yaranarsa istənilən vaxtı 050 755 95 97 nömrəsindən əlaqə saxlaya bilərsiniz. Mən sizə daha ətraflı məlumat verərəm. Yolu qapıya kimi asfaltlı, su qazışıq daimidir, sənədləri qaydasındadır. İpotekaya yararlı bir evdir. İndi isə başlayaq qısa məlumatımıza. Dostlar, 9 sot torpaq sahəsindədir. Bura giriş darvazasıdır, yanında əl qapısı. Girişdən sol tərəfdə yaşıllıq solağıdır. Sağ tərəfdə besetkası, yayğış mətbəxi, belə bir hovuzu, terası və evin görünüşü. Evin 400 kvadrat yaşayış sahəsi var. Gəlin, besetkadan başlayalım dostlar. Bura yayğış mətbəxidir. Təbii ki, cam balkonla da görürsünüz, açılır, bağlanır. Buranın daxilində özünün sanitar qovşağı var. Təbii ki, xırda işləri var. Bu arada dostlar, bunlar da inşallah yekunlaşacaq. Həqiqətən, niyə tez çəkiliş qərarına gəldim? Çünki bu ev bazarda çox qalmayacaq. Bilirsiniz ki, mən hər ev üçün bu sözü demirəm. Belə evlər bazarda maksimum 3-4 gün qala bilər. Bu da evin gözəlliyi. Aha, sonra dostlar, bura hovuzu dedim sizə. Bahalı hovuz kermograniti işlənilib bura. Burada da yetərincə yaşıllıq zolağı var. Yəni, belə evdə söz tapıb danışmaq həqiqətən çox çətindir. Bura garajıdır, bağlı garajı var. Ən azı 2-3 maşın çox rahat yerləşə bilər. 2 böyük maşın, 3 dənə balaca maşın yerləşər. Evə təbii ki, girişi var. Garajın, həyətin arxasına da çıxışı var dostlar. Bura balaca yaşıllıq zolağı və evin arxa hissəsidir. Onu mən yuxarıdan sizə təqdim edəcəm təbii ki. Allah alana da satana da xeyir versin. Yəni, burada yaşayış üçün hər cür şərait yaradılıb. Yəni, yoxdur. İnşallah ki, özünüzə gələndə görərsiniz, sözümüzdə yalan yoxdur dostlar. Bura terası, mətbəxdən təbii ki, terasa çıxışı var. Terasa yetərincə böyükdür və genişdir dostlar. Burada belə bir manqalı və bu da evin yan tərəfi. Yəni, evin hər tərəfindən hava işləməsi yetərincə yer var. Orada kombi otağı var, saxlanıc otağı var. Çox vaxtınızı almayım. Bu da həyətin görünüşü. Qısa olaraq evlə də tanış olaq dostlar. Həyətlə tanış olduq. Bu ərazidə 4 fəsil yaşamaq da mümkündür. Bağ evi kimi istifadə etmək də olar. İndi isə ya Allah, evə daxil olaq. Geniş bir hol, ümumi olaraq üstü poldu, tam olaraq kermogranitli 1-ci mərtəbə hol hissəsidir. Giriş o belədir dostlar. Bura qardirob üçün nəzərdə tutulub, eynisi ilə. Burada qardirob üçün nəzərdə tutulub. Bir qarajdan göstərdim. Evdən qaraja giriş çıxışdır. 2-ci mərtəbəyə qalxan pilləkəndir. Girişdən sağ tərəfdə mətbəxdir dostlar. Mətbəxdən vurğulamışdım, terasa çıxış var. Mətbəx də yığılıb, mebeli yığılıb, sadəcə xırda işləri qalıb. Onlar da tamamlanacaq. Sonra dostlar, bura qonaq otağıdır. Qonaq otağı ən azından 80 kvadratdır, bəlkə də çox olar. Bəlkə də 500 kvadrat az olar. Yalan danışmayayım, amma çox geniş görsənir. Hündür tavanlıdır, görürsünüz. Divar kağızları, rəng seçimləri möhtəşəmdir. Böyük vitraj pəncərələrdir, hamısı həyət açılır dostlar. Yəni, deməyə ehtiyac yoxdur, gələndə zaten görərsiniz. Bu pəncərələr falan, yəni, ən sonuncundan da, ən sonuncu, yəni, pəncərə nədirsə ondandır, Almaniya istehsalıdır. Bir də vurğulayıram, yəni, həqiqətən elə evlər var ki, orada söz tapıb danışmaq insana çətinlik yaradır. O, həmən evlərdən biridir. Bu 1-ci mərtəbədə bir yataq otağıdır. Yataq otağının daxilində özünün hamam otağı var. Təbii ki, aksesuarlara bunlar qoyulacaq.
Və burada evin ümumi hamam otağı da sanitar qovşaqla bir yerdə. İkinci mərtəbə ilə də sizi tanış edeyim. Pilləkən zaten görsənir, mərmərdir. Pilləkən qəbəsi alüminiumdan yığılıb, paslanmayan, yəni. Burada ikinci mərtəbənin holu. Burada da yetərincə hol böyükdür, genişdir. Yəni, bura hol hissəsidir. Gəlin, buradan başlayalım. Yəni, holdan balkona çıxışdır. Ümumilikdə burada 4 yataq otağı və hər yataq otağının özün sanitar qovşağı mövcuddur. Bura ikinci yataq otağıdır evdə. İkinci mərtəbədə isə birinci yataq otağı. Daxilin hamam otağı, sanitar qovşaqla bir yerdə. Buradan balkonu var, təbii ki. Sonra dostlar, daha bir böyük yataq otağı, eynisi ilə. Bunun da balkonu var və daxilində sanitar qovşağı hamam otağı ilə bir yerdə. Maşallah ev böyükdür. Çəkərkən belə adam yorulur. Daha bir böyük yataq otağı dostlar. Daxilində qarrob otağı var bunun və sanitar qovşağı da var. Yəni, burada qarrob otağı, burada sanitar qovşağı. Sonra dostlar, daha bir yataq otağı. Və burada da ümumi bir hamam otağı var. Bu da ümumi hamam otağıdır. İkinci mərtəbəyə aid olan. Yəni, bir də vurğuluyorum, yaşayış üçün hər cür şəraiti var. Buradan çalışacağım mən həyəti də sizə təqdim edeyim. Burada dostlar, ikinci mərtəbənin balkonundan həyətin və ərazinin görünüşüdür. Sanki rayondasan, yaşıllığı bol olan bir məhəllədir. Dostlar, deməli 9 sotda Mərdəkanda 400 kvadrat 6 otaqlı tam şəraitli bağ evi, villa satılır. Qiyməti barədə xahiş edirəm əlaqə saxlayarsınız və yaxud da ki, qiymət sözünü yazarsınız, mən qiyməti sizə göndərəcəm. Diqqətiniz üçün təşəkkür edirəm, bizi izləməkdə qalın.